Herkese salam, mən Aymaz. Bugün belə üz-üzə bu sözü deyirəm sizlə. Həmişə baxırdım YouTube'da vloqlar, günlük vloqlar, səyahət vloqları, nə bilim falanlar filanlar. Maraqlı gəlib, amma heç vaxt çəkməmişəm bunun içindən çıxsa. Bugün çəkmək qərarı verdim. Mövzumuz da bir iş günü. Bir iş günü necə keçir? Bugün dolu keçəcək. Çünki işlər çoxdur. Müştərim də var. Bunun hamısını hazırlaşma prosesimizi də, günün prosesini də Allah bilir neçə dəqiqəlik bir video olacaq. Baxacaqsınız, baxmayacaqsınız, heç onu da bilmirəm. Amma çəkəcəm. Görsəm tutur, həmişə çəkəcəm. Söz verirəm. Mən çox belə video çəkməyə vaxt tapmıram, editləməyə, düzəltməyə. Amma danışmağı çox sevirəm. Bütün gün qoysunlar danışım, bütün gün. Düşünürəm ki, Allah mənə bu istedadı boşu-boşuna verməyib. Mən bu danışmağı istifadə eləməliyəm hardasa. Elə ancaq kurs keçmişləri ilə danış olmasa ki, belə. Bunu başqa cür istifadə etmək lazımdır. Ona görə belə vloqlar çəkəcəm. İndi makiyaj edək. Videonun bəzi yerlərində belə səsləndirmələrim olacaq, çünki səssiz çəkmişəm. Mənim günlük standart makiyajım var. Heç dəyişməz. Hər gün eyni şeyi eyni yerə çəkirəm. Bəlkə də səhv edirəm. Bəlkə də özümü yaşımdan daha yaşlı göstərirəm. Amma bildiyim tək makiyaj texnikam budur. Bugün də belə hazırlaşdım və evdən çıxdım. Gedirəm işə. Belə ara yollarla, bina araları ilə. Birinci gedək resepsiyonumuz yoxdur. 2 gündür resepsiyonsuzam. Gedək birinci mesajlara baxaq. Görək müştərilərdən kim yazıb, para yazılmaq istəyir. Sonra işıqla bağlı usta gələcək. Sonra banka getməliyik. Hamısını bir yerdə. Burada artıq işə çatmışdım. Oturdum öz resepsiyon stolumda. Telefonu aldım əlimə, dəftəri aldım əlimə və başladım müştərilərimi yazmağa. Həmişə düşünmüşəm ki, əgər dırnaq ustası olmasaydım, işlər belə ilərləməsəydi, salon falan açmasaydım və öz ixtisasım üzrə işləməsəydim, 100% hansısa salonda, ya hansısa estetik mərkəzdə, ya administrator olardım, ya da SMM olardım. Çünki o qədər sevirəm və o qədər yaxşı bacarıram ki, bu iki işi. Çox həvəsliyəm. Həm müştəri yazmaq xoşuma gəlir. Onunla danışırsan, ünsiyyətdə olursan, istədiyi vaxtda qeyd edirsən. Cədvəli dolduranda sevinirəm, xoşbəxt oluram. Qəşəng şəkillər çəkəndə sevinirəm, xoşbəxt oluram. Bu işlər tam mənlik. Yəni bölünüb, parçalanıb hamısını görə bilərəm. Necəsiz? Xoş gəlmisiniz. Beğenmişsiniz dırnaqlarınızı. Yine çok güzel ama çok güzeldi. Vitraj, şüşe efekti. Hiçbir şey değil. Nartpul daha güzeldi. Nartpul'un enerjisi var. Saat 4'te yaxınlaşa bilərsiniz. Xuraman xanımda yer var. Bəli. Pedikürdə. Bəli, bəli. Aha. Müstəqillə. Esin'in video çəkməsi hamısının normal Aynen, yazıb. aynen. Onu çəkmək istədim. Onu cimdən A4 vərəq aldım. Hardan alırsın? Sabah alarsan da. Salonda işləri biraz yüngülləşdirəndən sonra getdim kommunallarımı ödəməyə. Bu ay biraz gecikdirmişdim. Dedim vaxt tapmışkən gedim ödəyim. İşıqla bağlı gəldilər, baxdılar. Bizdə salonda işıqla bağlı böyle bir problem var. Hansı ki neysə qoşuram. Məsələn, böyük kondisioner almışam, qoymuşam oraya ki, salonu isidək. Amma qoşan kimi işığımız atır. Çünki işıq çox azdır, işıq çox zəifdir. Buna görə gəlirlər, baxırlar, gedirlər. Hələ də həll olmuyor, düzdür məsələ. İndi görək, inşallah bu dəfə dedilər ki, yaxşı olacaq. Gözləyirəm. Salon açmaq, işlətmək sadəcə mebeli yığım, ustanı tapımdan olmur. O qədər belə problemlər olur ki, daşla, divarla, işıqla canım salon bağlı. Mən də bunları həll eləmək yolunda çabalayıram. Hələ ki, dirəmişəm ki, yox, həll olacaq. İndi nə vaxt desəm ki, əşli, onda bir görəcəksiniz ki, salon bağlandı. Bu gördüyünüz arkadaş mənim başımın bəlasıdır. Varlığı bir dərd, yoxluğu bir dərd olan bir kondisionerdir. Yox idi, soyuq idi. Aldım, gətirdim, qoydum ki, içəri isinsin. Gələn kimi işıq atdı, işlədə bilmədim.
Sonra düşdük aşağıda yenə işıqla bağlı bir-iki problem var idi. Onlara baxdım. Sonra qayıtdım salona. Təzə paylaşdığım postumu storyaya qoydum ki, bəlkə görənlərin sayı artar. Çünki az idi baxan. Paylaşdığım videoya baxış az olanda əsəbləşirəm, silmək istəyirəm. Əgər baxmamısınızsa girin baxın, like eləyin, xahiş edirəm o videonu. Araya saldım. Təzə aldığım sunkamın da unpacking videosunu çəkdim. Şəxsi səhifəmdə xoşum gəlir unpacking videolar paylaşmaqdan. Onu da çəkdim. İndi hələ ki buradakı işlərim bitdi. Hazır sunkamın unpackingini də eləmişəm. Bu sunkadan yeni sunkaya boşaldıq. Yeni sunkaya içini boşaldaq. Tez qaçaq banka. İçinə nə qoyuruq? O çanta videoları var ya, çantanda ne var? İçinə pul kaşlotumuzu qoyuruq. AirPods'umuzu qoyuruq. Burada bunun ortada böyle gizli bir yeri var. Ora. Kartlarımı, sənədləri qoyuram. Sonra orbiti qoyuruq. Kamadalarımı qoyuruq. Əgər ki maraqlıdırsa düzdür gedib artıq dodağımı səhər buranda yaxşıydı. Karandaş Miss Tyson. Çox maraqlıdır bu hansı nömrəsidir. Bilmirəm, bəli. 04. 04 brown rengi. Karandaşıdır. Üstünə də belə blesk vurmuşdum səhər. L'Oreal Paris'ten. Bunun nömrəsini falan bilmirəm. Bunu da edəlim. Yeniləyək. Bunlar da atırıq sunkaya. Bir dənə concealer atıram sunkaya. Saç olkası atırıq sunkaya. Bir də məncə evimin açarı olmalıydı. Bəli, evin işin açarları. Bunlar da qoyaq bu balaca cibə. Qaçdım. Bir saata bankdakı işləri həll edib qayıtmalıyam. İşə müştərim var. 2 dənə arda. Hadi gidelim. Bu arada probkada qalmışam. Deyirəm heç olmasa bəyannamələrimi bəyan eləyim. Sifarişlərim gəlsin. Vaxta itirməyək. Açaq radionu görün. Mənimsəməsinə Benzin doktoruyla və fikirləşirəm ki, gedim benzin vurum, yoxsa gedim banka sonra gəlim benzin vurum. Benzin ora qədər çatarmı? Ora qədər çatsa oradan bura qayıtmağa çatarmı? Deyə düşünürəm, amma vaxt da yoxdur, gecikirəm. Ona görə birinci bank. İnşallah yolda qalmarıq. Siz gülürsünüz. Ben anlatayım. Bizi kağıda hediye etseydi de aminler var ki beni. Yok bir hadi. hava kimi ihtiyacım var. Ne geçeyim bana? Ölene kadar seni sevemem, seni sevemem. Sen beni sev, ben de seni. Sen beni bul, ben de seni. Bülbül olup nəğmə oxur, ben de seni. Gel sevelim, son nefesim olsa da. Ne bir dosta ne ya da. Yalnız sana dünyada hava kimi ihtiyacım var. Həmişə son nefesim olsa da. Ne bir dosta ne ya da. Yalnız sana dünyada hava kimi. O qədər qaça-qaça işləri həll elədim ki, gəlim bu iki bankdakı işlərimi də həll eləyim. Problem olmasın da sonra mənə. Və mən maşını saxlamağa yer tapa bilmədim. Kəşki taksi ilə gələrdim. Nə bankın yanında, qabağında yer yoxdur. Qabağında ümumiyyətlə saxlamağa icazə vermirlər. Yan məhəllələrdə yer yoxdur. Arxa məhəllədə yer yoxdur. Yoxdur da, yəni yer yoxdur maşın saxlamağa. İndi kör peşman. Saat ucu 3-ə işləyir. Nə qədər? 20 dəqiqə işləyir. Mən kör peşman bir də işə qayıdıram. Heç olmasa gəlmə bilməyim. Mən əminəm ki, bu videoya baxan qızlardan çoxu maşın almaq istəyir, maşın almaq fikrindədir. Maşın gözəl bir şeydir, onu deyim ilk öncə. Rahatdır. Evin içindəsin, amma gəzirsən də özünə aid bir şeydir. Taksidə oturanda da biraz narahat olur. Məsələn, telefonla zəng gəlir, istədiyin kimi danışa bilmirsən. Padruqanla oturursan, zarafatlaşa bilmirsən. İstədiyin mahnını qoşub oxuya bilmirsən. Hə, maşınla görə yaxşı bir şeydir. Amma Bakıda ciddi bir parking problemi var. Əgər maşın almaq istəyirsinizsə, pul yığmısınızsa, bunu nəzərə alın. Buna əsəb tab gətirmir. Yəni işin stresi, işləyirsinizsə, işin stresi hardasa həyatınıza 20%, 30%
təsir edirsə, parkinqin stresi də ekstra 20%, 30% yenə təsir edəcək. Baxın, mən bütün işimi, gücümü planlamışdım, gəlmişdim. Sırf parkinqə görə qayıdıram, mənim işim qaldı. Və bu ilk dəfə deyil, bu hal baş verir. Bu tez-tez olur. Ona görə əvvəlki kimi deyil, Bakıda maşın sürmək. Sürməkdə problem yoxdur, düzdür, çoxalıb, probkalar falan biraz çoxdur, amma əsas problem parkinqdir. İnanın mənə, hər yerdə qadağa znakı var, hər yerdə çəkirlər, kamera var, hər yerdə kamera var da. Yəni əvvəl fikirləşirdin ki, məsələn, yol polisi gəldi, çəkdi, çəkmədi, cərimə yazılmayacaq. İndi hər yerdə kamera var, istədiyin yerdə saxlaya bilmərsən. Bu şeyləri nəzərə alın. Əslində bir tərəfdən yaxşı oldu, çünki yeməyə vaxtım qaldı. Getdim, qəşəngcə aldım, yedim, dincəldim. Daha sonra biraz mesajlara baxdım, ümumi salondakı vəziyyətə nəzarət elədim. Saat 3-də sadə manikürüm var idi, o gəldi. Sadə manikürüm eləyəndə də qıraqdan video çəkmək istirdim, amma telefon zaryadkası qurtarmışdı, təəssüf ki, ancaq 1-2 kadr götürə bildik. Manikür qutarandan sonra yenə resepsiyona qayıtdım, kassada ödənişlər var idi, WhatsAppdan gələn mesajlar var idi, zənglər var idi. Sonra digər bir müştərimiz var idi salonda, onun dırnaqları çox qəşəng olmuşdu, onu çəkdim. Buradan da qıraqdan görsənir, həm də dırnaqların özündə paylaşıram ki, burada görün nə qəşəng işləyib mənim ustalarım. Elə biraz da dincəlmişdim ki, digər müştərimə başladım. 4-də yazılmışdı, 5-in yarısı başladıq. Sadə korreksiya idi. Burada amma 1-2 kadr çəkə bildim. Üst forma yazaram səni. TikTok'da açaq, yoxsa Instagramda canlı açarıq? TikTok'da çox adam gələcək. Məncə də. Instagramda elə ancaq öz izləyicilərin görür. TikTok'da canlı açarıq, üst forma düzəldərik, aperinatlı. İndi amma adi korreksiya edirik. Amma bilmirik nəri. Əslində 2 saata qutarmışıq, amma arada o qədər şeylər elədim. Nələr elədim? Xadiməm yoxdur, bugün ev günüdür, çay da gətirdim, kassaya getdim, pul da xırdaladım. Sonra o müştəri məni çağırdı, bu müştəri məni çağırdı deyə, nəsə də 5-in yarısı başlamışdıq, saat 7-yə qalır, indi qutardıq. Sadə belə dırnaqlar. Xanım deyir ki, uzundur, amma məncə çox qısa dırnaqları. Qəşəng görünə, qəşəng oldu. Mesaj atsın. Belə, bugünkü müştərilərimiz bitdi. Bütün Bakı 8 Mart'a görə qırmızıya bürünəndə mən və Sevincin dırnaqları depressiyada olduğu demədən göstər. Ya, Sevinç həmişə də bu cürdür. Amma qəşəng görsənir, təmiz görsənir. Səndən bugün bir yan eləyəcəksən. İndi bundan sonra WhatsApp-a baxmalıyam, işlə bağlı yazan xanımlara cavab verməliyəm. İşin WhatsApp-ına baxmalıyam, müştəriləri qeyd eləməliyəm. Kassanı hesablamalıyam. Instagram direktim dağılır dünəndən. Instagram direktimə baxmalıyam. Və bu videonu editləyib paylaşmalıyam. Hər şeyi görəsən çatdıra biləcəm. Kabrama baxın, nə qəşəngdir. Bunu mənə hədiyyə ediblər. Paylaşmışdım Instagramda. Dedim ki, bu qədər işin üstəsindən gəlmək üçün bir çay molası vermək lazımdır. Burada mesajlar, burada mesajlar. Qızlar işləyir. Belə. 8 Mart'a da az qalıb, Novruza da az qalıb. Belə aksesuarlar almışam salona. Biri də var, onu bəzəyirəm, rəynləyirəm. Da bugün qaldı, sabah bəlkə videosunu çəkib paylaşaram. Saat 6'da inşallah görüşərik. Təxminən 23 yaşımdan daha öncə operator olaraqdan çalışmışam. Bu işdə təcrübəm var. Sizə uyğundursa mən sizə qeyd edeyim. Daha sonra o uyğun olanların arasından yenə seçim edib görüşəcəm. Burada çox dərin düşüncələrə dalmışdım. Ciddi məsələlər haqqında düşünürdüm. Bəzən qərar vermək çətindir. Çətin olan anlarda həmişə hissiyatıma yönəlirəm. Çünki hissiyatım məni yanıltmaz, bilirəm. Bunun sonu hesabat vaxtı. İndi əsas məsələ pulları hesablamaqdır. Əksiyimiz varmı, artığımız varmı?
Pulumuz nə qədər olur, onlara baxaq. Əgər düzdürsə, çox vaxt getmir. Vay o günkü nəsə səhvlik olsun, əksi olsun və ya artı olsun. Onda biraz çətin olur. Yorğun günə necə başlamışdım, günü necə bitirirəm, elə belə bitirməyəcəm. Çünki ətrimiz gözləməz var idi. İndi işlə bağlı bir görüşə gedirəm. Biraz böyle garip geçecek bir görüş. Yok, birinci gel. Makyajla vazgeçtim sadece bu için. Buramızı ağarda. Yorgun görünmeyeyim. Taze sultanımız. Götürüp evde kalmasın. Geri sularını da götürerdim. Haydi Rumyan'la da geri götürerdim. Sevmeyen pis noktaları var. Kur'an bunu sen çıkarttın yoksa ortalıktaydı? Bu şeyler, bu kabda, yaşıl kap. Ortalıktaydı. Ben çıkartmamışım. Ben özümün yanına para vardı. Ben tamamen götürdüm. Yok mama, bir de akşamlarına davet edeceğim. Saçımızda fenlik. Uzun zaman sonra dəftərimi, cədvəlimi götürüb evə gedirəm. Cavablayacağım. Yaxşı, sağ olun, gecəniz xeyrəm. Görüşərik həmişə gözəllikdə. Bir dənə kalınkanı söndürməyi unutma. Getdiyim maşına. Və qızlar, saat 11-dir. Mən indi girmişəm evə. İndi işlərim qutardı. Gəldim evimə, eşiyimə. Və belə şirin bir şey məni qarşıladı. Boş. İnsan sevmiyoruz ama çok tatlıyızdır. Değil mi Ponçik? İşler bitmiş sayılmır. Çünkü hələ indi müştərilərə yenə cavab yazmalıyam. İşçilərə cavab yazmalıyam. Instagrama hələ də baxmamışam. Və günlük hesabatımı aparmalıyam. Və plus saat 12'ye kimi bu videonu editləyib paylaşmalıyam. Sonra da mənə deyirlər ki, sən niyə hər gün müştəri işləmirsən, çox müştəri yazmırsan. İndi bugün tutaq ki, reception yox idi, bu qədər işim oldu. Amma normalda da mənim yəni bu qədər işim olurdu. Yəni qaça-qaçdayam hər gün. Hələ bugün bir dənə kolleksiya yazmışdım. O mənim üçün məsələn böyük bir şey idi. Sadəcə mən istədim ki, bir gün necə keçir, bir iş günündə, belə deyim, asudə vaxtım yox, özümə ayırdığım vaxtım yox. Bir işlə dolu günüm necə keçir, onu sizə göstərim. Belə olur. Ama günün sonunda böyle bir tatlılık sizi karşılıyorsa bütün yorgunluğunuzu unutursunuz. Salam elə. Xalalara salam elə ürəyim. Patini belə elə. Pati salam. Denən sağ olun. Gələn videolarda görüşərik. Getmə. Sağ olun. Gələn videolarda görüşərik. Hə Ponçik? Ponçikə gələn videolarda daha uysal bir ev heyvanına dönüştüreceğim. İnşallah.